Neçə yaşın var sənin? 24. 24. Ne için bura gelmişsin? Uşağımı elimden aldılar. Dayıya vermiştim, dayı benden gizli Necə verip. kızım? Dayıya vermiştim, dayı benden gizli verip uşaqlar evine. Deməli sən işləyirsən və işinə görə də bir dənə dayə tutmusan, sənin uşağına baxır. Hər gün evə gəlirsən, dayə neçə müddət idi uşağa baxır? 6 ay, 6 aydı. 6 ay idi o dayə səndən bir yerdə qalırdı. Gecə də Ben qalırdı. onlarda qalıram. Sən onlarda qalırdın, onların evin kiraya götürmüşdün. Yo, o da qalırdı, bir yerdə qalırdıq. Bu Allah'ın. Bu nə yaxşı tanışdı ki, bu nə mən elə tanış görməmişəm ki, pulsuz parasız həm dayəlik eləyir, həm də evini kirayəsiz, kiraya pulu almadan sənə baxır. Bu tanışı harda tanış olmuşdun? 3 ildir tanıyıram ben, Bakıya gələndən tanıyıram o qızı. Hardan gəlmişdin Bakıya? Rayondan gələn o qızı. Hansı rayondan gəldin? İmişlidən. İmişlidən gəldin Bakıya, bu tanışı harda tanış oldun? Elə şeydi, işlədiyim yerdə tanış Harda olmuş. işləyirdin qızım? Afisiyant işləyirdim orada. Hə, bərabər bir yerdə qaldın. Hə, qalırdıq bir yerdə. Sonra sən ailə qurdun. Ailə qurmadım, ne yok. Qeyri-qanuni oldu da şu. Necə? Ailə qurmamış. Ailə qurmadın. Bir insanla münasibətin oldu və bu uşaq dünyaya gəldi. Bu qadın da uşağa baxırdı. Hə də pulun verirdim. Pulun verirdin. Deməli onda bu belə çıxdı ki, işdən çıxdı ki, sən ona pul verəcəksən, bu da oturub uşağa baxacaq. Düzdürmü? Hə, elə oldu. 6 aydan sonra nə baş verdi? Onu danış mənə. Heç nədən elə. Mən işə getdim. Sabahsı gəldim ki, uşaq yoxdur yenə. Evdə yoxdur. Dedi Uşağın vermişəm. indi neçə aylıqdır? 7 aylıqdır. 7 aylıq. Deməli, gəldin, soruşmadın uşağım hanı? Dedi vermişəm şeyə də, uşaqlar evinə. Öz əzəli ilə aparıb verib. Gəlib aparmayıblar. Yaxşı, bəs bu qadın deməyib bu uşağın anası kimdir? Yəni uşağın Yox, deməyib heç onu. nə. Yəqin atılan kimi, ya nəsə belə qeydiyyatda. Elə verib, hə, deyir uşağın istəmir. O qadının o evində qaldığın tanışının adı, soyadı? Türkanda soyadını bilmirəm də. Adı Türkandır. Hansı tərəfdə qalırdınız kirayədə? Xırdalanda. Bu hansı tərəfdən idi? Bakıdan idi, rayondan idi? Hansı rayon? Kürdaxan tərəfdən. Kürdəxanın tərəfdən idi. Ata-anasının heç olmasa adını, soyadını? Yox, anası ilə əlaqəsi yoxdur. Onun da əlaqəsi yox. Danışmırlar. Amma ən azı danışıb da ailədən ki, çünki bir Türkan adı ilə axtarışa çıxası deyiləm ki mən. Mən nə bilim ki, hansı Türkanla gedir söhbət. Sən niyə axtarırsan? Deyirsən ki, götürüm də uşağı. Uşağımı istəyirəm. Mən imtina eləməmişim uşağımı. Məndən gizlin verib uşağımı. Sən uşağından imtina eləmirsən. İstəyirəm uşağımı. Uşağımın yerini belə bilmirəm.